Astrologlar qeyd edirlər ki, 2026-cı ilin aprel ayının sonuna qədər 5 güc xüsusilə kosmik enerjilərdən güclü təsirlənəcək və bu dövrdə maksimum dərəcədə istifadə edə biləcəklər. Xəbərcil Ağaz xəbər verir ki, aprel ilin ən əhəmiyyətli aylarından biri ola bilər. Qoç bürcündə güclü bir stelyum və Uranın əkizlər bürcünə nadir keçidi bu 1941-ci ildən bəri baş vermir uzun müddətli dəyişikliklərin və yeni həyat ssenarilərinin baş verə biləcəyi bir dönüş nöqtəsi hissi yaradır. Ayın enerjisi hər kəsə təsir etsə də, bunu ən çox hiss edəcək 5 gücdür. Karyera, şəxsi inkişaf, münasibətlər və daxili transformasiya sahələrində. Qoç üçün aprel ayı qətiyyətli hərəkətlər və sadəcə et üçün daxili bir impuls dövrüdür. İntuisiya sizi illərlə yolu müəyyən edə biləcək vacib addımlara doğru itələyir. Bu, gələcəyi formalaşdıran karyera imkanları və şəxsi qərarlar dövrüdür. Xərçənglər bəxt planeti olan Yupiter tərəfindən güclü şəkildə dəstəklənir. Bu, xüsusilə peşəkar sahədə daha cəsarətli qərarlar və risklər dövrüdür. Yeni məsuliyyətlər və təşəbbüslər maliyyə artımına və geniş imkanlara səbəb ola bilər. Oxatanlar yaradıcılıq və struktur arasında tarazlıq tapırlar. Bu, yeni peşəkar istiqamətlərə və istedadlarının reallaşmasına qapı açır. Onların şəxsi həyatı da daha çox əlaqə və canlı emosiyalarla intensivləşir. Şir bürcləri daxili qeyri-müəyyənlik dövründən çıxır. Aydınlıq və səyahət əlaqələr və inkişaf üçün yeni imkanlar yaranır. Həyat daha açıq və hadisəli olur. Əkizlər ayın sonunda əkizlər bürcündəki Uranın sayəsində güclü bir dəyişiklik yaşayacaqlar. Bu, daxili yeniləmə, köhnə inanclardan azad olma və düşüncə və həyat istiqamətində kəskin dəyişikliklər dövrüdür.